İndi isə növbəti addımı yerinə yetirin. Öz personanızı simvolizə edən, sizə maksimum aydın və tanış gələn bir obraz seçin. Bu elə bir şəkil olmalıdır ki, sizin personanızı cəmiyyətə göstərdiyiniz maskanı tam şəkildə əks etdirsin. Bu rəsmi bir portret ola bilər, müəyyən pozada bir fotonuz ya da film qəhrəmanı, məsələn Mufasa, Lady Diana ya da Şəhzadə Elza. Seçdiyiniz şəkil bu personanın ruhunu ifadə etməlidir. Bu obraz sizin necə görünmək istədiyinizi, necə qəbul edilmək istədiyinizi simvolizə etməlidir. Bu sizin cəmiyyətə göstərdiyiniz məndir. Hansısa roldasınız, məsuliyyətli, güclü, sakit, mehriban, əxlaqlı, səliqəli, cəmiyyətin sizdən gözlədiyi siz. Daha sonra öz kölgənizi əks etdirən bir şəkil tapın. Hər hansı bir insan obrazı, məşhur və ya anonim, müəyyən bir fotosesiyadan götürülmüş kadr. Sizin öz şəkliniz, amma xüsusi bir obrazda və ya baxış ifadəsi ilə, nağıllardan və ya filmlərdən olan personaj, hətta bədii və simvolik bir təsvir də ola bilər. Bu şəkil sizin kölgənizi ifadə etməlidir. Bu özünüzdə bastırdığınız, gizlətməyə çalışdığınız və ya qorxduğunuz tərəfdir. Bu tərəf bəzən utanılan, bəzən ayıb bilinən, bəzən təhlükəli hiss olunur. Amma bu tərəfdə sizindir. Bu necə bir obrazdır? Bu seksual, qəzəbli, təcavüzkar, pozğun, azad, göz yaşı içində, vəhşi və ya dəli bir obraz ola bilər. Bəzən yırtıcıya bənzər, bəzən cəzb edici, bəzən sınmış. Bu bir fotosesiyadakı siz ya da qaranlıq personaj belə deyək. Ola bilər Medusa, ola bilər Maleficenta, Harley Quinn və s. ola bilər. Bu obraz sizə bəlkə qəribə gələcək, amma siz onunla bağ qurmalısınız. Əsas odur ki, birinci şəkil sizin personanızı, ikinci şəkil isə sizin kölgənizi ifadə etsin. Bir daha. Tapşırıq budur. İki şəkil seçin. Birinci, sizin cəmiyyətə göstərdiyiniz ideal obrazı. İkinci, içəridə gizlədilmiş və tanınmaq istəyən kölgəniz. Bu tapşırıq öz personanı və kölgəni vizual olaraq tanımaq üçün çox güclü və simvolik bir metoddur. İkinci əlavə tapşırıq. Əlavə ikinci tapşırıq belədir. Hər iki obrazı üçün 10 sifət yazın, həm persona, həm də kölgə üçün. Siz bu personanı və bu kölgəni hiss etməlisiniz. Özünüzü yox, obrazı təsvir edirsiniz. Öz şəxsiyyətinizi yox. Məhz bu iki təsviri, obrazı təsvir edin. Məsələn, siz Cruella obrazını seçdiniz. Cruella sizdə bir hiss oyatdı, siz onu seçdiniz. Bu obraz sizə yaxındır. Kstati, bu filmi persona və kölgə baxımından da izləmək maraqlıdır. Tapşırıq, persona obrazı üçün 10 sifət, kölgə obrazı üçün 10 sifət. Bu iki fərqli şəkili tam şəkildə canlandırın və ayrı-ayrılıqda təsvir edin. Möhtəşəm tapşırıqdır. Bu, insanın öz daxili arxetiplərinin görməsi, ayırt etməsi və onlara dil verməsi üçün çox güclü bir texnikadır. Tutalım, persona üçün seçdiyiniz obraz Kraliça Elizabeth. İdeal, nizamlı, cəmiyyət tərəfindən hörmət edilən və qəbul edilən sima. Kraliça Elizabetə 10 sifət yazmaq belə olacaq. Birinci, zərif, ikinci, sakit, üçüncü, intizamlı, dördüncü, rəsmi, 5. Təhlükəsiz, 6. Sabit, 7. Klassik, 8. Məsuliyyətli, 9. İctimaiyyətə uyğun, 10. Təvəzzükar. Bu obraz sabitliyi, sakitliyi və cəmiyyətə uyğunluğu ilə fərqlənir. O çox şey hiss edə bilər, amma hər zaman kontrol altındadır. Məhz bu səbəbdən persona obrazı kimi seçilir. Kölgə üçün seçdiyim obraz Cruella. Cazibədar, dəli, sərhəd tanımayan, qorxuducu, amma azad. Cruella üçün 10 sifət yazsaq belə olacaq. 1. Azğın, 2. Sərhədsiz, 3. Yabani, 4. Cazibədar, 5. Təhlükəli, 6. Yaralı, 7. Qisasçı, 8. Emosional, 9. Diqqətsevər, 10. Nəzarətsiz. Bu obraz cəmiyyətin naif və qorxulu dediyi bir çox keyfiyyəti daşıyır, amma məhz onun bu vəhşiliyi və azadlığı insanı cəlb edir. O özünə sadə bir kölgədir. İndi isə seçəcəyiniz kölgə obrazı sizə xoş gələn, simpatiya duyduğunuz bir obraz olacaq. Elə bir hissə ki, siz onu özünüzdə boğursunuz, xışdırırsınız, halbuki bu hissəni sevirsiniz. Məsələn, insanlar soruşurlar, yazırlar ki, yaxşı qız, ideal ana, bunlar personadır. Yaxud da şirin uşaq obrazı. Əgər hiss edirsiniz ki, uşaq özünə şirin uşaq maskası taxıbsa, deməli bu personadır. Yəni bu obrazlar şəxsiyyətin cəmiyyətə uyğunlaşdırılmış formasıdır. Amma bütün güc, enerji, qüdrət personada deyil, kölgədə gizlidir. Bunu bədən səviyyəsində də hiss etmək olur. Kölgə təkcə qorxduğumuz yox, həm də bizdə simpatiya doğuran,
Amma özümüzdə olmaz, ayıb, qorxulu deyib bastırdığımız tərəfdir. İndi mən tutalım öz kölgəm kimi bir obraz seçirəm. The Favorite filmindən. Azərbaycanca bu film sevimli olmalıdır. Bu obraz ümumiyyətlə qayda tanımayan, öz bildiyini edən, açıq, sərt qadın obrazı. Bəzən məhz bu cür qadınlar açıq danışan, heç kimdən qorxmayan, özünü göstərən qıcıq yarada bilər. Qıcıq yaratmağına baxmayaraq, içimdə bilirəm ki, bu məndə var və mən onu sevirəm, bu obrazı. Sadəcə icazə verməmişəm. Burada kölgə obrazı nədir? Açıq, sərt, sərhədsiz, özündən razı qadın. Bu obrazın 10 sifəti necə olacaq, necə yazılmalıdır? Birincisi bədbin deyil, özündən razıdır. İkinci dikbaş, üçüncü özünə vurğun, 4 sərbəst, 5 qeyri-etik, bizə görə 6 bütün diqqəti cəlb edən, 7 emosiyalarını gizlətməyən, 8 təhlükəli dərəcədə dürüst, 9 təcavüzkar cazibədar, 10 həddini aşan. Və indi görün necə işləyir bu texnika. Bizi ən çox kimlər qıcıqlandırır? Bütün diqqəti üzərinə çəkən qadınlar. Deyilmi? Mən elə istəyirəm, elə də olacaq deyən insanlar. Hisslərini gizlətməyənlər. Bəlkə içimizdə bu gücə həsəd bir hissə var. Bu yolla kölgə artıq düşmən olmur. O bizi azad edən potensial olur. Sənin də içində beləsi varsa, qoy biraz nəfəs alsın. Sən ona olmaz dedikcə o səs böyüyür, sərtləşir. Amma sən ona gəl tanış olaq dedikcə o sənə işləməyə başlayır. İndi isə qiymətləndirin. Bu keyfiyyətlər sizin həyatınızda nə dərəcədə özünü göstərir, reallıqda nə qədər təzahür edir. 0-dan 10-a qədər şkala üzrə qiymət verin. Məsələn, Cruella necə olur? O dəliqanlı, cəsarətli, dəli kimi, qəribə və qorxuludur. Siz də yazırsınız, məsələn, mənim həyatımdakı dəliqanlıq 3 bal. Cəsarət biraz daha çoxdur, 5 bal. Qəribəlik, məsələn, özümə ümumiyyətlə bu qəribəliyə icazə vermirəm. Əsasən başqalarına bənzəməyə çalışıram. Bu halda qəribəlik 1 bal. Tapşırığımızın əlavə məqsədi daxili nənənin fahişə arxetipuna və Cruella kimi obrazlara münasibətini dəyişməkdir. Yəni, daxili tənqidçimizi bu möhtəşəm obrazların cazibədar cəhətləri barədə inandırmaq və onlara olan baxışını yumşaltmaqdır. Canım nənəm, sən mənim üçün hər zaman təhlükəsizlik yaratmağa çalışmısan. Sağ ol, sən mənə öyrətmirsən ki, yaxşı qız olmaq önəmlidir. Amma mən indi bilirəm ki, bədbəxtlik, sıxıntı və əsarət təkcə pis şeylərdən gəlmir. Bəzən çox yaxşı olmaqdan gəlir. Sən Cruellanı qorxulu görürsən, amma o mənim gücümdür. Sən Cruellanı sərbəst, dəliqanlı, təhlükəli dərəcədə dürüst, həddini aşan görürsənsə, istədiyini deyən, amma bu mənim gücümdür. Bəlkə bir gün səni onu yaxından tanıtdım. Bəlkə də sən onunla çay içdin. Sadəcə sənin tanımadığın cəhətimdir. Səni sevirəm, amma mən artıq təkcə təvəzzükar olmaq istəmirəm. Mən həm də canlı olmaq istəyirəm. Tapşırığınız, özünüz təsvir etdiyiniz bütün sifətləri həm personada, məsələn, 2-ci kraliçə Yelizaveta, həm də kölgə, məsələn, Cruella üçün nəzərdən keçirin və hər bir keyfiyyətin həyatınızda nə dərəcədə təzahür etdiyini 0-dan 10-a qədər qiymətləndirin. Məsələn, persona, kraliçə Yelizaveta, səbir 7 bal, məsuliyyət 6 bal, tərəzi 7 bal, rəsmilik 6 bal, vəzifəyə sadiqlik 8 bal, mühafizəkarlıq 5 bal, əlçatmazlıq 6 bal, kölgə, Cruella, düşüncəsizlik 4 bal, cəsarət 5 bal, ekstravagantlıq 3 bal, impulsivlik 4 bal, qeyri-müəyyənlik 3 bal, üsyankarlıq 4 bal, riska meyl 3 bal, emosionallıq 5 bal, özünə ifadə 4 bal. Nəticə, qiymətləndirmələrinizi toplayın və ümumi nəticələri hesablayın. Məsələn, persona üzrə ümumi bal 65, kölgə üzrə ümumi bal 39. Nəticə, persona 82%, kölgə 30%. Bu nə deməkdir? Mənim daxilimdə persona hökmranlıq edir, sakit, təhlükəsiz, uyğun, təvəzzükar tərəf. Bu həm gözəldir, həm də o deməkdir ki, kölgə sıxılıb azad nəfəs ala bilmir. Bu analiz həyatınızda persona və kölgə aspektlərinin nə dərəcədə təzahür etdiyini göstərir. Daxili tənqidçinizlə, yəni nənənizlə, nənə dedikdə eqanı nəzərdə tuturam, dialoq qurmaq, şəxsiyyətinizin müxtəlif aspektlərini qəbul etmək və inteqrasiya etmək üçün vacib bir addımdır. Eqanız, yəni içinizdəki nənə, tənqidçi bəzi keyfiyyətlərinizi qınayaraq belə olmaz kimi ifadələrlə sizi məhdudlaşdıra bilər. Lakin etirazçı, Cruella, vəhşi qadın kimi obrazlar yalnız çağırış deyil, həm də güc, müstəqillik və
yaradıcılıq kimi dəyərli xüsusiyyətləri təmsil edir. Bu xüsusiyyətlərin qəbul edilməsi və həyatınıza daxil edilməsi daha bütöv və harmonik bir şəxsiyyət formalaşdırmağa kömək edir. Əgər kölgə tərəfinizin bəzi keyfiyyətlərinin zəif ifadə olunduğunu hiss edirsinizsə, onları təhlükəsiz və konstruktiv şəkildə həyatınıza necə daxil edə biləcəyinizi düşünün. Məsələn, əgər cəsarət və ya impulsivlik kimi xüsusiyyətləriniz bastırılıbsa, onları yaradıcılıq, yeni hobbilər və ya ünsiyyət tərzinizdə dəyişikliklər vasitəsilə ifadə etməyə çalışın. Unutmayın, bu texnikanın tapşırığın məqsədi personanı bastırmaq və ya kölgəni gücləndirmək deyil. Şəxsiyyətinizin müxtəlif aspektləri arasında harmonik balans yaratmaqdır. Hər birinin dəyərini və gücünü qəbul edərək daha zəngin və balanslı bir şəxsiyyət inkişaf edə bilərsiniz. Cizgi filmdəki Grum personajı zahirən sərt və xoşagəlməz təsir bağışlasa da, daxili kölgə tərəfi mehriban, qayğıkeş və güclü bir ata kimi təzahür edir. O hətta övladları üçün corab toxuyur. Beləliklə, xarici görünüşü və davranışı ilə sərt təsir bağışlayan Grunun daxili aləmində incə və şəfqətli xüsusiyyətlər mövcuddur. Çox vaxt əgər bir insanın kölgəsi daha güclü şəkildə təzahür edirsə, bu onun həyatında fərqli nəticələrə səbəb ola bilər. Bu həyatın daha maraqlı və zəngin olmasını gətirib çıxara bilər. Şəxsiyyətimizin persona və kölgə arasındakı nisbətin həyatımızda necə təzahür etdiyini anlayın və bu əlaqəni hiss edin və insightlarınızı yazın.